məktəbə gedəndə deyirlər sən kimin qızısan bala? Bir baboşun. Dönüb boy. Sen olur git çık az buradan. Kör qızını cəmaət verməz. Sən balam sən evlilik adı çəkmə. Get başıma payrik qoy. Özünü qadın kimi istəyirsən, o döşümü böşümü biraz da yekəl, əməliyyat elə özünü qız kimi istəyir. Yəni mən qızam belə. Başa düşdün? Çünki özün sən qadına meylin yoxdur sənin. Sən kişinin qoxusundan ölürsən. Mən bax, hər nəyəsə qivvətini alıram, iyilirəm, ölürəm. Başa düşürsüz? Kişətini vurub psixologiki iyilirəm. Sən də eləsən, mən də eləyəm, Əli də elədi, o da elədi. Çünki bizim başımız oynayıb o barədə. Biz qadına meyilli deyilik. Sən qadına meyillisən, yalandan cəmaatın pul yığmaqdan ötürü cəmaatdan yalandan cəmaatı səy yerinə qoysan, anormal yerinə qoysan, bilmirsən cəmaatı cahil bilirsən, nə bilirsən. Arxana sahib çıxa bilmirsən. O qədər siz də mənə bağışlayın ki, anal yolundan özünü pis hala qoymuşsan ki, sən də mənə bağışdan yeyirsən oradan da qaz kimi. Özünü anal yolunu sən saxlaya bilmirsən. Məhv olmusan, sən. Yalandan deyirsən, mənim qarnım pozuldu. Qarnım pozuldu, istə mənə bağışlayın. Anal yolundan o qədər ilişkiyə girib ki, bədəni təmiz sıradan çıxıb. Bəd, bax. Deyir ki, mən kişiyəm. Mən əsla kör qızım belə ola, mən oğlanı araşdıraram. Nə olsun oğlandı? Mən oğlanı araşdıraram. Sən mənim qızımı araşdırmırsan ki, mən qız uşağıdır ya bu oğlum, qızım. Demirsən qız uşağıdır sənin qızın. Ha? Sual verirsən. Başıma da girsən ayrılmasın, analiz verim görüm sən də təmiz mi kişisən? Mən də səndən analiz verirəm. İlk mən də səndən analiz verirəm. Təmiz kişisən. Demirsən mən təmiz, əsl kişiyəm. Mən də səndən analiz. Nə olsun sənin saqqalın var, üzün var. Sən nə olsun ki, kişi vidindəsən. Laf belə əxisən. Mən də sənə inanmıram. İlk mən də səndən analiz verirəm. Nəcizdən. Mənim zatlarım, mən o günlərim istərlərdəydim. Bir dənə qız oğlandı, sizə mənə bağışlayın. Lütman şəkillərini atırdı. Arxasını, zadını, idmançıydı. İdmançı bir oğlan idi. Bir də gördüm ki, qızdan istə əllərdə şey yeyir. O bir dənə olur, belə popcorn kimi, tort kimi belə rəhbi, tortdu nədir, ondan yeyir. Bacıma dedim ki, asas buna bax. Yəni bacım dedim ki, asas buna baxıb, ona lüt şəkillərini atırıb gedir. Lüt. Qız nə bilir ki, o sizə mənə bağışlayın 100-dən iraq idi. İdmançı nə boyda gedədir. Bacıma dedim ki, asas buna bax, bacıma şəklini göstərdim ki, buna baxı, Telegramda bana lüt şəkillərini atır. İdmançıdır. O da idman eləməkdən nə bilim, nədən olur, bilmirəm. İraq yaxşıları, idmançılardır. Mən idmançıların çoxundan qorxuram. İdmançıların çoxusu biraz İraq yaxşılarından, idmançıların çoxusu da belə, çox belə özünü itirmişdir. Bədən olmayla deyil, mən oğlan tanıyıram ki, ab-arıqdır, amma əsl kişidir. Əsl kişidir, ab-arıqlı çotqaya oxşuyur, əsl kişidir də, baxırsan ki, bu normalini oğlandır, kişidir. O bədən yekəltməklə deyil. Yalanın bədəni yekəldirlər, bu sey qadınlar da bəziləri ölür elə adamlar. Onlar arxasından bəziləri, İraq yaşlılarından, yenə də deyirəm, arxasından yer çıxmır. Sən də mənə bağışla, idman zalında o qalmaqallı şeylər olmur ki, neysə. Ona görə, canım, bunu mən sizə deyim, siz də qız alar, oğlan gəlmir elişi sizə. Denən ki, sən də get analiz ver. Gör onda nə deyəcəklər, analizdən də get ver. Qoy versin, analiz versin, görsün, o arxasına bir sahib çıxa bilib. Ondan sonra gəlsin sadəsin ki, sənin qızın qız uşağıdır mı? Sənin qızın deyirəm, gədə-güdə ilə tanışan deyir ki, qız uşağıdır mı? Bıy! Və sənin oğlan uşağıdır mı? Bıy Allah! Sən də oğlan uşağıdır və sən necə masubut edəsən ki, sənin oğlan uşağıdır? O zaman niyə gəlib çıxmışıq? Qabaq belə şey çox az idi. İndi oğlanlar, mən oğlan tanıyıram şəxsən, 2 dənə oğlandı, bir-biri ilə dostdular, həm də sevgilidirlər, gizlidə ha. Yəni gizlidə bir-birlərinə sevgilidir, amma həyatda bir-birlərindən əxi, bir-birlərinə qaqa, qıratı. Amma normal oğlandır amma. Amma bir-birlərinə sevgilidir, ikisi də nişanlıdır. Mən tanıyıram, Allah'ın olsun. Mən Allah'ın olsun deyirəm. İkisi də nişanlıdır, amma həyatda, yəni qız kimi də deyil, ha, belə əzilib büzülən. Andır Allah'a. Bax, tövbə gedirlər, bağ evi tuturlar, bir dostdular. Bir dənəsini deməli, beləsini tanıyırdım. Deməli, mənim bir dənə sevgilim var idi. Danışım, sizə danışmayayım. Məhsudan babuş, sən də bir-birinin başını tutur sən də. Bədbax şeydilər onlar. Deməli, bir dənə mən oğlanla, bir dənə oğlan idi, mənim sevgilimi hədiyyə atırdım. Mən də bu oğlanı araşdırdım, uğraşdırdım, bilmirsiniz, mən də necəyəm, it kimi şeyəm. Nəysə, araşdırdım, gördüm ki, bu oğlan neynir? Oğlanlara girir, hədiyyə atır. Amma siz onun vidindən əsla bilmərsiniz ki, bu, o da ondandır. Əsla bilə bilmərsiniz. Sonra nəysə, mən bir padruqam var idi. Mən ona dedim ki, ay qız, gəl bunun profilini verim sağ, bu cəmaata yaman hədiyyə atır. Qop sağ da hədiyyə atsın.
Hə, qıza verdim bunu, hədiyyə atanı. Bu hədiyyə atanı verdim ki, bu sadə hədiyyə atsın. Həmən qız hal-hazırda ondan sevgilidir. Amma onu sonra mənim dostum var da, Qusik. Onun yanındakı padruqası ilə, oy nələrə. Deməli bu nə edir? Oğlanla birinci tanış olur. Oğlanlar da kasıb oğlanlar olur biraz, amma avara tipli qədələr olur, belə qəşəng. Başa, amma bunlar da elə tip xoşlayır axı. Yalandan birinci sahədə hədiyyə atır həmən oğlanlara. Sonra bir qaqa gedək bir çay içək. Hə, gedir oğlanla çay içir, görür oğlan sonra oğlanı aparır bağazada, gedir bağ tutur. Evlər var ya, belə içində hovuzdat olur, isti evlər zadlar. Hə, isti evlər zadlar olur. Hə, o isti hamamlı evlər olur, belə içində sıcaq qoyucu, arfim evlər, hə, ondan gedir tutur oğlanlardan. Oğlanlar da yığır başına. Hər oğlanla bir dəfə nəsə eləyir axı, həmən oğlanın dostu olur. Və bu içkili olub. Başa düşdün? Həmən oğlanlar da pula görə idmançılardır çoxsu. Bunun yanında olur. Amma bu da siz nədir? Pullu uşaqdır, amma ondandır da, amma heç kəs bilmir. Hərəsi ilə bir dəfə yanına yığır və bunlar dostlar, amma aralarında ilişki olub hamısının. Nəysə, bu mənim tanışım var idi. Ona da elə eləmək istəyirdim. Mən də o qıza tanış elədim. Dedim, get ona denən ki, o üzdən İrağa. Ona denən ki, mən o oğlanlardan deyiləm ha. Mən nə anlayam? Başa düşürsən? Sən dedim,